xanım çox qəzəbli getdi, çox küskün getdi və vəsiyyət eləmişdi. Və rəvayətlər var ki, onu deyim ki, bir rəvayət var ki, xanım Fatimə Zəhra atasının şəhadətindən sonra, atasının vəfatından sonra bir rəvayət var ki, 40 gün, bir rəvayət var ki, 75 gün, bir rəvayət də var ki, 95 gün sonra dünyasını dəyişdi. Bir deməli nəql olmuş hədis var ki, Fatimə Zəhra Peyğəmbər sallavatullahın vəfatından 40 gün sonra dünyasını dəyişir. Həzrət Əli əleyhissalam onun başının üstünə gəlir, örtüyü çəkir. Görür ki, xanım Fatimə Zəhra məktub yazıb. Məktubda öz vəsiyyətini yazıb. Vəsiyyətdə qeyd olunur ki, ya Əli, mən öləndən sonra məni yuyarsan, kəfənləyərsən, hənutlayarsan və gecə vaxtı məni dəfn eləyərsən. Hər kəsin yatdığı bir vaxtda. Hər kəsin yatdığı vaxtda, gecə vaxtıdır. Məlum məsələdir ki, dəfn eləyərsən. Başqa bir rəvayətlər var buna uyğun şəkildə. Yəni, məktubdan əlavə var ki, yəni, bütün istər onu şifahid şəkildə desin, istər yazılı şəkildə, məktub şəkildə eyni gəlir. Mənalar eyni gəlir. Həzrət Əlini çağırır, deyir, ya Əli, ona razı niyaz eləyir, vidalaşır. Deyir ki, ya Əli, mən öləndən sonra, yəni artıq Fatimə Zəhra bilir ki, dünyasını dəyişəcək. Deyir, yaxın zamanda artıq mən də bu dünyadan vida eləyəcəm. Mən öləndən sonra məni gecə ikən dəfn eləyərsən. Mənim qəbrimi gizlin saxlayarsan. Kimsə mənim qəbrimin üzərinə gəlməsin. Yəni ki, onu incidən adamlardan söhbət gedir və deyir ki, məni gecə ikən yuy, kəfənlə və apar dəfn elə. Bu cür deməli bir-birinə oxşayan hədislər var. Hətta Əhl-i Sünnə mənbələrində də var. Ayşədən nəql olunub ki, Ayşə deyir ki, Peyğəmbərin qızı Fatiməni gecə ilə dəfn edirlər. Əkrəmə Həzrət Məhəmməd Peyğəmbərin əmisi oğlu İbn Abbasdan nəql edir ki, ondan soruşurlar ki, xanım Fatimə Zəhranı nə vaxt dəfn edirlər və onu kim deməli dəfn edir? Deyir ki, gecə ikən dəfn edirlər və onu Əli dəfn edir. Və Salman Farsidən rəvayət var ki, Həsənlə Hüseyin əleyhissalam gəlir gecə ikən, mən evdə idim, qapımı döyür və deyir ki, atam səni çağırır, atam sizi çağırır. Salman Farsi deyir, getdim Həzrət Əlinin evinə, gördüm ki, Fatimə Zəhra dünyasını dəyişib. Və Salman Farsidən əlavə orada Miqdad olur, Əbu Zər olur, bir neçə nəfər ki, Fatimə Zəhranın ailəsinə, Əhl-i Beyt ailəsinə sadiq qalmışdılar, onlara xəbər göndərilir, onlar gəlirlər. Və sonunda Zübeyir də onlardan olur, Bəni Haşimdən bir neçə nəfər olur, onlar gecəyini Fatimə Zəhranı aparıb dəfn edirlər. Dəfn olunma yeri barədə də 3 dənə məlumat var, yəni rəvayət var. Bir var ki, Fatimə Zəhranı Həzrət Məhəmməd Peyğəmbərin qəbrinin yaxınlığında dəfn edirlər, qəbrinin kənarında dəfn edirlər. Bir rəvayət var ki, onu Bəqi qəbristanlığında dəfn edirlər. Bir rəvayət var ki, Peyğəmbər sallavatullahın qəbri ilə minbərin arasında dəfn olunur. Rəvayət olunur ki, Peyğəmbər Həzrət Əli əleyhissalam xanım Fatimə Zəhranı dəfn eləyir. Bir söz var ki, əlavə 7 dənə qəbir, yəni xanım Fatimə ilə bərabər 7 qəbir düzəldir. Bir də var ki, 40 dənə qəbir düzəldir ki, Fatimə Zəhranın hansı olduğu bilinməsin. Çünki bilirdi bunlar ki, səhər xəbər çatacaq, Peyğəmbər qızı artıq dünyasını dəyişib, gəlib bir ona namaz qılsınlar. Xanım Fatimə Zəhra da bunu istəmir.